Hər vaxtınız xeyir. Texnologiya dünyasında yəqin razılaşarsınız ki, məlumatlar, yəni data, hər şey deməkdir. Yaxşı, bəs bu qədər məlumat harda, necə saxlanılır? Bax, bugün biz rəqəmsal dünyanın iki fərqli fəlsəfəsini üz-üzə qoyacağıq. SQL və NoSQL. Gəlin görək, bu nə deməkdir? Bir saniyəlik fikirləşin. Sizin bank hesabınızdakı məlumatlar, hər bir qəpiyinə qədər dəqiqliklə hesablanmış o rəqəmlər, bir də sosial media səhifənizdəki o sonsuz şəkillər, videolar, statuslar. Bunları eyni cür saxlamaq olarmı sizcə? Əlbəttə ki, yox. Məhz elə bu fərq də bizi birbaşa SQL və NoSQL dünyasına aparır. Baxın, bütün bu məsələni anlamaq üçün çox sadə bir bənzətməmiz var. SQL-ı səliqəli, hər şeyin kataloqda olduğu, nizamlı bir kitabxana kimi düşünün. Hər kitabın öz rəfi, öz yeri var. NoSQL isə daha çox, belə deyək, daim yeni kitabların gəldiyi, rəflərin sərbəst şəkildə düzüldüyü dinamik bir kitab mağazasına bənzəyir. Yaxşı, gəlin birinci ənənəvi, strukturlaşdırılmış yanaşma olan SQL-dən başlayaq. Yəni, kitabxanamıza daxil olaq. SQL-in, yəni bu kitabxananın ürəyi relasyon modelidir. Nə deməkdir bu? O deməkdir ki, bütün məlumatlar bir-biri ilə çox aydın, dəqiq əlaqələri olan səliqəli cədvəllərdə saxlanılır. Eyni ilə kitabxanadakı hər kitabın öz dəqiq yeri olduğu kimi heç bir qarışıqlıq yoxdur. SQL-i bir memar kimi təsəvvür etsək, heç yanılmarıq. Bu memar işə başlamazdan əvvəl hər şeyi, hər detalı planlaşdırır. Onun üçün əsas olan nədir? Ardıcıllıq, möhkəm struktur və etibarlılıq. Bina möhkəm olmalı, etibarlı olmalı və dəyişməz qalmalıdır. Məlumatların təhlükəsizliyi və bütövlüyü onun üçün demək olar ki, hər şeydən önəmlidir. Gəlin indi bu memarın alətlər qutusuna baxaq. Sərt sxema deyəndə nəyi nəzərdə tuturuq? Bu o deməkdir ki, məlumatın planı, yəni quruluşu əvvəlcədən cızılır və sonradan dəyişdirilə bilməz. Bu da nizam intizamı təmin edir əlbəttə. Asid tranzaksiyaları isə memarın bizə verdiyi zəmanətdir. Məsələn, bir bank köçürməsi ya 100% uğurla tamamlanır, ya da heç baş verməmiş kimi tamamilə ləğv olunur. Yarımçıq iş yoxdur. Məhz bu da məlumatların bütövlüyünü və o məşhur etibarlılığı qoruyur. Yaxşı, memarı və onun kitabxanasını gördük. İndi isə gəlin kitab mağazasına keçək. Səhnəyə daha müasir və uyğunlaşa bilən alternativ çıxır. NoSQL. NoSQL adı əslində hər şey deyir. Not only SQL, yəni təkcə SQL deyil. Bu yanaşma cədvəllərin o sərt qaydalarını demək olar ki, rəddidir. Burada məlumatlar daha sərbət formalarda saxlanıla bilər. Məsələn, bir Word sənədi kimi, lüğətdəki açar sözcükləri kimi və ya hətta sosial şəbəkə əlaqələrinizi göstərən qraflar kimi. NoSQL isə qaydaları biraz pozmağı sevən bir səyyah kimi düşünə bilərək. Onun üçün prioritet nədir? Sürətlə hərəkət etmək, yeni ərazilər kəşf etmək və ən əsası böyük həcmli, fərqli növ məlumatlarla asanlıqla işləyə bilmək. Bu səyyahın fəlsəfəsi onun xüsusiyyətlərində aydın görünür. Sxemasız yanaşma nədir? Bu o deməkdir ki, yola çıxmazdan əvvəl hər şeyi dəqiqliklə planlaşdırmaq əvəzinə məlumatları olduğu kimi elə anındaca qəbul edirsən. Çox çevikdir. Eventual consistency isə deməli sürət üçün edilən bir növ güzəştdir. Təsəvvür edin, dostunuzun paylaşdığı yeni bir post fərqli serverlərdə bir neçə saniyə fərqlə görünə bilər. Düzdür, bu bir bank əməliyyatı üçün fəlakət olardı, amma sosial media üçün tamamilə qəbul ediləndi. Niyə? Çünki burada əsas məsələ %100 dəqiqlikdən daha çox sürət və məlumatın hər an əlçatan olmasıdır. Baxın, bu da NoSQL-in o məşhur çevirliyini bir daha göstərir. Hər ehtiyacı uyğun fərqli bir modeli var. Sosial media postları üçün sənəd modelindən istifadə edə bilərsiniz. İstifadəçi məlumatlarını müvəqqəti saxlamaq üçün açar dəyər modelindən, böyük məlumatları analiz etmək üçün isə sütun ailəsi modelindən. Yaxşı, beləliklə memarı da, səyyahı da ayrı-ayrılıqda tanıdıq, indi gəldi ən maraqlı yerə. Gəlin onları birbaşa qarşılaşdıraq və fərqləri daha aydın, daha konkret şəkildə görək. Və gəlin ən fundamental, ən köklü fərqlə başlayaq. Böyümə tərzi, SQL, yəni bizim memar yük artanda nə edir? Mövcud binanı, yəni serveri daha da gücləndirir, ona yeni mərtəbələr əlavə edir. Buna şaquli miqyaslanma deyilir. Amma NoSQL, yəni səyyah, tam fərqli düşünür. O, genişlənərək yeni ərazilər, yəni yeni serverlər əlavə edir. Buna isə üfüqi miqyaslanma deyilir. Bu cədvəl əslində iki fərqli dünya görüşünü mükəmməl şəkildə ümumləşdirir. Bir tərəfdə SQL-in sərt cədvəlləri və sxeması var. Bu, proqnozlaşdırıla bilən, strukturlaşdırılmış məlumatlar üçün idealdır. Digər tərəfdə isə NoSQL-in çevik modelləri. Bunlar da sürətlə dəyişən, müxtəlif formalı məlumatları heç bir çətinlik çəkmədən qəbul edir.
Onların böyüməyə və əməliyyatlara yanaşması da tamamilə fərqlidir. Biri gücə, yəni tək bir serveri gücləndirməyə fokuslanır, digəri isə genişlənməyə, yəni daha çox server əlavə etməyə. Biri dəqiqliyi hər şeydən üstün tutur, digəri isə sürəti. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin indi bu texnologiyaların real dünyada, bizim hər gün istifadə etdiyimiz sistemlərdə harada və necə istifadə olunduğuna baxaq. Amma başlamazdan əvvəl bir şeyi yadda saxlayaq. Burada daha yaxşı olan yoxdur. Söhbət sadəcə doğru iş üçün doğru aləti seçməkdən gedir. Axı heç kim çəkiclə vint açmağa çalışmaz, elə deyilmi? Bu adlar yəqin ki çoxunuza tanış gəlir. MySQL və PostgreSQL xüsusilə web dünyasında çox məşhurdur. Oracle və Microsoft SQL Server isə daha çox böyük korporasiyalar, bankçılıq sistemləri kimi nəhəng strukturlar tərəfindən istifadə olunur. Bura bizim memarın əsl iş meydanıdır. Məlumatın hər bir bitinin, hər bir simvolunun dəqiq və təhlükəsiz olmasının kritik olduğu yerlərdə, məsələn, maliyyə əməliyyatlarında, müştəri idarə etmə sistemlərində, bax, buralarda SQL əvəzsizdir. NoSQL dünyası isə deməliyəm ki, daha rəngarəngdir. Məsələn, MongoDB sənəd yönümlü bazaların demək olar ki, kralıdır. Redis inanılmaz surətli keşləmək üçün istifadə olunur, yəni məlumatlara anında çatmaq üçün. Cassandra isə Netflix kimi nəhənglərin o böyük, hədsiz məlumatlarını idarə edir. Bu da bizim səyyahın macəra dolu meydanıdır. Sürətli, çevik və böyük həcmli məlumatların bir axın kimi gəldiyi yerlərdə, məsələn, sizin sosial media lentinizdə və ya real vaxt rejimində işləyən analitika sistemlərində, bax, buralardan NoSQL parlayır. Və əslində gəlib çıxdıq ən əsas məqama. Müasir dünyada seçim SQL ya NoSQL deyil, SQL və NoSQL-dir. Onlar bir-birinə rəqib deyil, əksinə fərqli problemləri həll edən tərəfdaşlardır. Məhz buna görə də dünyanın ən böyük texnologiya şirkətləri demək olar ki, həmişə hər ikisindən eyni vaxtda istifadə edir. Və bugünkü mövzunu bu düşündürücü sualla bitirmək istəyirəm. Rəqəmsal dünyamız böyüdükcə, məlumat həcmi artdıqca və növləri dəyişdikcə, gələcəkdə onları saxlamaq üçün hansı yeni, hansı innovativ kitab mağazaları və kitabxanalar inşa etməli olacağıq? Bu barədə düşünməyə həqiqətən dəyər. Dinlədiyiniz üçün təşəkkürlər.